Hal-hazırki mövzumuz metal ilə işləmək üçün iş yeri, alətlər və tərtibatlardır. Mövzu 15, 5-ci sinif texnologiya dərsliyindən. Hörmətli müəllimlər, gəlin diqqətlə baxaq. Bu mövzuda biz nə öyrənəcəyik? İş yerimiz necə olmalıdır? Hansı alətlərdən, hansı tərtibatlardan istifadə edəcəyik? Bunu biz bu mövzudan, 15-ci mövzudan öyrənmiş olacağıq. Metalla işləmək üçün xüsusi təchiz edilmiş iş yeri lazımdır. Xüsusi təchiz edilmiş iş yeri lazımdır. Nə üçün? Metalla işləmək üçün. Metalın əl ilə emalı üçün iş yeri, çilingər verstakı, bir də kombinə edilmiş verstakdır. Baxın, çilingər verstakı, bəli, çilingər verstakı, bir də kombinə edilmiş verstak. Gəlin bunları öyrənək. Çilingər verstakı metal karkasdan ibarətdir. Metal karkas nədir? Hansı ki bu, belə deyək də, alətlər üçün yeşikdir, qoruyucu tordur, stol üstü qapaqdır. Bax, bunların hər biri harada olur? Karkasın üzərində yerləşir. Deməli, metal karkasdan, baxın, bunlar hamısı karkasa aiddir. 2. Stol üstü qapaqdan, yəni, stol üstü qapaqdan, qoruyucu tordan, buna ekran da deyilir. Qoruyucu tor və ekran. Alətlər üçün yeşik. Bəli, bax, burada alətləri yeşikdə qoya bilirik. Məncənədə təhlükəsizlik qaydalarımızda çox-çox rastlaşacağıq ki, məmulatları, pəstahları məncənədə etibarlı bərkitməliyik. Bir də oturacaqdan, oturub rahat şəkildə işləyə bilək deyə. Gəlin görək, kombinə edilmiş verstak nədir? Kombinə edilmiş verstakda, bəli, burada da metal karkas var. Stol üstü qapaq var. Bəli, söhbət bundan gedir. Qoruyucu tor, yəni ekran var. Məncənə var. Oturacaq da var. Bəs nə olmadı? Bunların fərqi nə oldu? Bax, burada belə deyək də, alətləri qoymaq üçün yeşik hissəsi yox idi. Bəli, bax, burada yeşik yoxdur. Bunu mən çəkdim, amma yoxdur. Deməli, kombinə edilmiş verstak, çilingər verstakından nə ilə fərqləndir? Kombinə edilmişdə alətlər üçün yeşik yoxdur. Çilingər verstakında alətlər üçün yeşiklər var. Hətta 2 dənədir. Kombinə edilmiş, baxın, biz bunu böyüdə də bilirik, kiçildə də bilirik, amma çilingər verstakı bir ölçüdədir. Metal karkası, yəni böyüdüb kiçiltmək olmur. Yaxşı, gəlin baxaq. Şəkildə gördüyümüz 4 nədir? Yəqin ki, cavablandırdınız. 4 məncənədir. Bəs 1 nədir? 1. Metal karkas. Bəs 6 nədir? 6 oturacaqdır. Bəs 3 nədir? Qoruyucu tor, yəni ekran da deyilir buna. Bəs 2 nədir? 2, buna stol üstü deyilir, eyni zamanda qapaq da deyilir. Stol üstü, yəni qapaq da deyə bilərik. Bəs nə oldu ki, biz onu çilingər verstakında görürük, kombinə edilmiş verstakda yoxdur. Bəli, 5, hansı ki, alətlər üçün yeşiklərdir. Kombinə edilmiş də yoxdur.
Buradan da şəkil üzrə bir fikrimizi ümumiləşdirək. Çilingər verstakı 5 hissədən ibarət oldu. Kombinə, üzr istəyirəm, 6 hissədən ibarət oldu. Kombinə edilmiş verstak isə 5 hissədən ibarət oldu. Burada yəni yeşik yoxdur da, alətlər üçün yeşik yoxdur. Növbəti slayda keçid edək. Verstakda emal zamanı pəstahı bərkitmək üçün çilingər məngənəsindən istifadə edirik. Bəli, bax bunu bayaq da dedim, biz sona kimi öyrənəcəyik ki, verstakda, belə deyək, çilingər məngənəsində biz məmulatı nə edirik? Möhkəm bərkitməliyik. Bu, yəni bizim təhlükəsizlik qaydalarımızda hər zaman qarşımıza çıxacaq. Məngənənin iş prinsipi necədir? Gəlin bir ilk öncə cümlə ilə tanış olaq, sonra loru dildə sizə izah edeyim. Pəstah məngənənin dodaqları arasında yerləşdirilir. Dəstəyi saat əqrəbi istiqamətində fırlatdıqda işlək vint pəstahı hərəkət edən dodaqlar arasında sıxır. Etibarlı bərkidildiyinə əmin olandan sonra pəstah emal edilir. İndi gəlin baxaq müəllimlər. Görək məngənə nələrdən ibarətdir? Məngənə vintdən ibarətdir. Vint. Baxın. Sonra dəstək. Vint, dəstək. Hərəkətsiz dodaq. Bax, bu birləşdirilib dayağı. Hərəkətsizdir. Hərəkət etmir. Hərəkətli dodaq. Bu necə hərəkət eləyir? Biz dəstəyi fırlatmaqla hərəkətli dodaq yaxınlaşır nəyə? Hərəkətsiz dodağa. Dayaq çatısı, baxın 4-də olan dayaq çatısı. Deməli, iş prinsipi necə idi müəllimlər? Bunu mən loru dildə izah edeyim sizə. Hər hansı bir pəstahı dodaqların arasında nə edirik? Yerləşdiririk. Dəstəyi budur da. Bax, bunu saat əqrəbi istiqamətində. Saat əqrəbi necədir? Bax, bu formada. Saat əqrəbi istiqamətində fırladaraq hərəkətli dodağı, belə deyək də, hərəkətli dodağı hərəkətsiz dodağa yaxınlaşdırırıq. Bu zaman pəstah dodaqların arasında sıxılır. Tamamilə, yəni tərpənmir. Onda biz başlayırıq pəstahı emal etməyə. Elə bilirəm ki, çətin deyil bu. Bu da məngənənin sxemidir. Sxem bu formadadır. Burada vint var, dəstək var, hərəkətli dodaq, hərəkətsiz dodaq. Məngənənin sxemində hərəkətin bir halqadan digərinə, dəstəkli vintdən hərəkətli dodağa ötürülməsi göstərilir. Bəli, hərəkət nə olur? Bir halqadan digərinə ötürülür. Dəstəkli vintdən nəyə ötürülür? Dəstəkli vintdən hərəkətli dodağa. Biz bunu məngənədə də loru dildə izah elədik ki, biz dəstəyi fırlatmaqla nə olur? Hərəkətli dodağa yaxınlaşır, hərəkətsiz dodağa. Deməli, dəstəkli vintdən hərəkəti nəyə ötürdük? Hərəkətli dodağa. Metalın emalı üçün verstakdan başqa digər alət və tərtibatlar da istifadə edilir. Gəlin ilk öncə məngənənin hansı hissələrdən ibarət olduğunu sadalayaq. Bəli, bu sxemi idi. Bu da məngənənin özüdür. Bax, burada 2 gördüyümüz nədir? 2. Gördüyümüz 2 rəqəmi hərəkətsiz dodaqdır. Bəs 4 nədir? 4 dayaq çatısıdır. Bəs 5 nədir? 5 dəstəkdir. Bəs bu gördüyümüz 1 nədir? 1 vintdir. Bəli, biz bunu saat əqrəbi istiqamətində fırlatmaqla nə edirik? Vint də fırlanır, hərəkətli dodağa təsir edir. Hərəkətli dodaq da nə edir? Yaxınlaşır hərəkətsiz dodağa və bu zaman pəstah bu olduğu kimi qalır. Bu irəliyə gəlməklə, hərəkətli dodaq irəliyə gəlməklə pəstahı dodaqlar arasında sıxır. Metalın emalı üçün alətlər və tərtibatlar. Gəlin baxaq, alətlər hansılardır? Bax, xətkeş alətdir, bucaqlıq alətdir, kəsici kəlbətin alətdir,
çilingər qayçısı, yeyə, pərcar, çəkic, taxta çəkiclər, burğular, cız çəkən, kerner. Bax, bunlar alətlərdir. Bunlara diqqətlə özümüz üçün həm baxaq, həm də qeydlər götürək. Əymə tərtibatları hansılardır? Gəlin, baxaq müəllimlər. Bax, bu şəkildə gördüyümüz əymə tərtibatları. Bax, bu tərtibatdır. Sağanaqdır, tərtibatdır. Tərtibat nə idi müəllimlər? Tərtibat bizim işimizi yüngülləşdirirdi. Məsələn, biz nazik təbəqə metalı əymək istəyiriksə, əymə tərtibatlarından istifadə edirik. Metalı əymək istəyiriksə, sağanaqlardan, əymə tərtibatlarından istifadə edə bilərik. Alətlərlə tərtibatların fərqi nə oldu? Alətlər, baxın, gördüyümüz xəttkeş, bucaqlıq, kəlbətin, qayçı, yeyə, pərcar, çəkic, metal çəkic də ola bilər, taxta çəkic də ola bilər, burğular, cız çəkən, kerner və s. sadalaya bilərik. Amma işimizi yüngülləşdirən hansı ki tərtibatlar ki var, biz bunlardan tərtibat olaraq istifadə edirik. Belə müəllimlər, mövzumuz bu qədər kiçik mövzuydu. Allah zeynə açıqlıq versin. Ümidvaram ki, dəstək göstərə bildim.